Qubada əlil övladı olan ailənin kiçik gəlir mənbəyinə qarşı icazə savaşı. Araşdırmada qanun pozuntusu tapmadı, amma təzyiqlər dayanmır. Quba şəhər sakini Namiq Əliyevin autizm xəstəsi olan birinci qrup əlil övladı üçün yaratdığı kiçik gəlir mənbəyi ətrafında yaranan qalmaqal böyüməkdə davam edir. Ailənin iddiasına görə sökülməsi mümkün olan yüngül konstruksiya ilə qurulan kiçik çay evinə qarşı müxtəlif dövlət qurumları vasitəsilə ardıcıl süni maneələr yaradılır. Məsələnin diqqət çəkən tərəfi isə odur ki, ilkin araşdırmalar zamanı heç bir qanun pozuntusu müəyyən edilməyib. Belə ki, ilk olaraq Quba rayon icra hakimiyyəti tərəfindən məsələ ilə bağlı polis orqanlarına müraciət edilib. Araşdırma aparan Quba rayon polis şöbəsi isə nəticədə Namiq Əliyevin hər hansı qanun pozuntusuna yol vermədiyini müəyyən edib. Bildirilir ki, bununla bağlı rəsmi qərar qəbul olunaraq vətəndaşa təqdim edilib. Lakin ailənin sözlərinə görə polis araşdırmasından sonra məsələ bağlanmaq əvəzinə yeni mərhələyə keçib. İddialara əsasən Quba rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi və memarlıq tikinti məsələləri şöbəsinin müdiri Şahin İsrafilov tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinə rəsmi məktub göndərilərək ərazidə aparılan yüngül konstruksiya işlərinin dayandırılması tələb olunub. Halbuki vətəndaş bildirir ki, söhbət əsaslı tikintidən deyil, istənilən vaxt sökülməsi mümkün olan talavar tipli yüngül konstruksiyadan gedir. Ailənin iddiasına görə bundan sonra FHN-nin Şimal Regional İdarəsinin əməkdaşları tərəfindən müxtəlif tələblər irəli sürülərək proses daha da çətinləşdirilib. Xüsusilə FHN əməkdaşı Elvin bəyin yanaşması diqqət çəkir. Namiq Əliyevin sözlərinə görə Elvin bəy əvvəllər tələb olunan sənədlərlə bağlı sərt mövqe nümayiş etdirsə də, sonradan dolayı yollarla məsələnin Quba rayon icra hakimiyyətindən veriləcək razılıq sənədi ilə həll oluna biləcəyini ifadə etməyə başlayıb. Bununla yanaşı, həmin sənədin şəhərsalma razılığı adı altında təqdim edilməsinin vacibliyini vurğuladığı bildirilir. Bu isə ciddi hüquqi suallar yaradır. Əgər ortada əsaslı tikinti yoxdursa, yüngül və sökülə bilən konstruksiya üçün hansı hüquqi əsasla şəhər salma icazəsi tələb edilir? Niyə polis araşdırması ilə qanun pozuntusunun olmadığı müəyyən edilən məsələ inzibati yollarla davam etdirilir? Və ən əsası, autizm xəstəsi olan birinci qrup əlil övladının dolanışığı üçün yaradılmış kiçik çay evi yerinə qarşı niyə bu qədər sərt münasibət sərgilənir? Namiq Əliyev bildirir ki, məqsədi qanunsuz tikinti aparmaq deyil, yalnız xəstə övladının müalicə və yaşayış xərclərini qarşılamaq üçün kiçik çay evi fəaliyyətini təmin etməkdir. Övladım autizm xəstəsidir, birinci qrup əlildir. Mən milyonluq obyekt tikmirəm. Sadəcə ailəmi dolandırmaq və övladımın ehtiyaclarını qarşılamaq üçün kiçik gəlir yeri yaratmışam. Polisdə qanun pozuntusu olmadığını təsdiqləyib. Bununla bağlı da bizdən davamlı yeni sənədlər tələb olunur. O sənədlər ki, onlar ümumiyyətlə illərlə yol gedib gəlsəm də verilməyən sənədlərdir. İcra hakimiyyətinin sənədinə şəhərsalma adı qoyaraq məndən ümumiyyətlə bu quraşdırmanı etməməyə məcbur buraxmaqdır. Elvin bəy hansı əsasla məndən şəhərsalma sənədi tələb etdiyini izah edə bilmir. Məsələ ətrafında yaranan vəziyyət artıq vətəndaşlar arasında da narazılıq doğurub. İnsanlar hesab edir ki, sosial həssas ailələrə dəstək göstərilməli olduğu halda onların qarşısına əlavə inzibati maneələr çıxarılması cəmiyyətdə dövlət qurumlarına olan etimadı zəiflədə bilər. Qeyd edək ki, məsələ ilə bağlı tərəflərin əsaslandırılmış cavabları dərc etməyə hazırıq. Mən Əliyev Namiq Nativoğlu, Quba şəhər sakiniyəm. Vaqif küçəsində çayxana işlədirəm. Özümə məxsus obyektdir. Üstündə dəmir talvardan, dəmir konstruksiyana talvar inşa etdirmək istəyirəm. Fövqəladə hallardan gəlib belə bir məktub verirlər. İşi dayandırmağını tələb edirlər. Nə əsas göstərirlər sizin işi dayandırmağınızla bağlı? Deyir, icazə almalısınız, icazəsiz eləmişsiniz. Mən də maraqlandığıma görə, bildiyimə görə dəmir konstruksiyaya icazə tələb olunmur. Tutumu 100 nəfərdən çox olan yerlərə tələb olunur. Xaçmaz Regional Fövqəladə İdarəsinə getmişik. Orada aidiyyət adamlarla görüşmüşəm. Deyir, icra hakimiyyətindən razılıq ərizəsi getirərsən. Buradan Cənab Vilayət Eyvazova da səslənirəm. Allah ona can sağlığı versin. Rəhbərlik etdiyi qurum çox düzgün bir qərar çıxarıb mənim barədə. Azərbaycan polisinə, başda prezidentimiz olmağına hamıya minnətdaram. Allah onlara can sağlığı versin, uzun ömür versin. Bir də bu işimə qoyulan stopu aradan qaldırılmasında bir köməklik istəyərdim.
Bir də dediklərimə əlavə eləmək istəyərdim ki, Azərbaycan polisinin mənə verdiyi qərardan Fövqəladə Hallar Nazirliyinin işçisi razı düşmür, deyir ki, səhv qərar veriblər sizə, bu belə olmamalıdır. Mən də bir çıxış yolu istəyirəm sizdən, xahiş edirəm. Atam da uzun illər Quba rayon Həmkarlar Təşkilatının sədri olub, nöqsansız işçi olub, mən də onun oğluyam, mən də qanunlara baş əyirəm, qanun qarşısında boynum qıldan incədir.